Nə dəyişdi ki, artıq front-end istəmirlər? Əslində front-enddə əvvəl necə tələbat olubsa, indi də eyni tələbat qalıb. Sadəcə yanaşma dəyişib. Front-enddə heç vaxt problem olmayıb. Çoxsa bəziləri bilir ki, köhnə podkastlarımızdan biz front-end nəsə deyirik. Yox, biz əlifba kimi, front-endi əlifba kimi qəbul etməyə ilişirdik. Yəni sən proqramlaşdırma sferasına girirsənsə, bu hardan çıxardın ki, front-enddən başlamaq lazımdır? Hansı dahi, nə vaxt fikirləşib, bunu mən hələ də anlaya bilmirəm. Və necə belə populyar oldu bu ideologiya, onu da bilmirəm. Bugünkü gün, anlayırlar ki, front-endlə proqramlaşdırma başlamaq çox da yaxşı seçim deyil. Düzdürmü? Ümid edirəm anlayırlar. Ümid eləyirik ki, anlayırlar. Amma ondan daha çox mənə elə gəlir ki, sadəcə ona görə istəmirlər ki, ola bilər ki, front-enddə tələbat yoxdur. Bəlkə də. Bu daha böyük səviyyədə səhv fikirdir. Və ən çox belə deyim də, front-enddən başla deyənlər bu təcrübəli developerlər olub, yeni başlayanlara məsləhət görənlər. Maraqlı case ondadır. Ki necə olur ki, təcrübəli insan bu cür absurd bir məsləhət verə bilir.